Rafiq Məmmədov adına Evoğlu kənd tam orta məktəbi məzunuyam. 625 balla Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyi ixtisasına qəbul olmuşam. Hal-hazırda sabah qruplarının 4-cü kurs tələbəsiyəm və qırmızı diplomu namizədlərdən biriyəm. Həmçinin artıq 4 ildir ki, Hənifə Məlikova adına qızların təhsilinə dəstək proqramının üzvlərindən biriyəm. Bu layihə haqqında ilk dəfə ailəm mənə məlumat vermişdi və məsləhət görmüşdülər ki, layihənin üzvü olmağım üçün müraciət edim. Mən də müraciət etdim və seçilmiş üzvlərdən biri oldum. Layihəyə qoşulmağım maddi və mənəvi cəhətdən mənə çox kömək oldu. Həmçinin keçirilən tədbirlər və görüşlər mənim hər tərəfli inkişafıma və sosiallaşmama müsbət təsir göstərdi. Kiçik yaşlarımdan artıq qarşıma məqsəd qoymuşdum ki, Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyi ixtisasına qəbul olmalıyam. Bu həvəs mənə atamdan keçmişdi, çünki atam da Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyi ixtisasının məzunudur. Atamın davamçısı olduğumu bilmək mənim üçün çox qürur vericidir. Artıq bundan sonraki hədəflərimdən biri də atam kimi peşəkar müəllim olmaq və şagirdlərimin sevimlisinə çevrilməkdir. Bu il çox güman ki, MİQ imtahanında iştirak etməyəcəm, çünki əsas hədəflərimdən biri magistr imtahanı idi. Lakin növbəti illərdən etibarən MİQ imtahanında iştirak etməyə planlaşdırıram. Gələcək müəllimlik fəaliyyətimin öz rayonumda olmasını istəyirəm. Əlbəttə ki, şagirdlərimin məni yaxşı xatırlaması üçün çalışacağam. Şagirdlərimin sevimli müəlliməsi olmaq istəyirəm. Yəni şagirdlərim təkcə mənim müəllim yox, həmçinin dost sirdaş olaraq görmələri üçün əlimdən gələni edəcəm. Özünüzə bir yol cızın, həyat çətinliklərlə doludur. Bu çətinliklərə rəğmən özünüzə cızdığınız yolda özünüzə inanaraq maksimum motivasiyalı şəkildə addımlayın. Özünə inanan hər bir kəs daima uğur qazanacaq. Yetər ki, siz istəyin.